Allah Teala fikir verin Enfal surəsində buyurur. Ya eyyuhellezine amanu istecibu lillahi ve lirrasuli iza da'akum lima yuhyikum. Allah Teala bu ayədə buyurur ki, ey iman gətirənlər, Peyğəmbər sizi həyat verəcək şeylərə çağırdığı zaman siz Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Fikir verin ayənin əzəmətinə. Peyğəmbər əgər sizi həyat verəcək sizə, iman bəxş edəcək, tövhid bəxş edəcək, Allahı tanımağı bəxş edəcək bir yola çağırdığı zaman, yəni ayədə keçən Peyğəmbər sizə həyat verəcək şeylərə çağırdığı zaman, burada qəsd olunan nədir? İnsana imanı, Allahı tanımağı, Allahın təkliyini qəbul etməyi sizə çağırdığı zaman siz Allahın və Rəsulunun çağırışına cavab verin. Fikir verin. Deməli, Allah və Rəsulunun çağırışına cavab vermək insanın imanını qoruyan səbəblərdəndir. İnsan gərək imanını qorusun, saxlasın. Allah və Rəsulunun çağırışına cavab versin. Çünki əziz qardaşlar, iman Allaha ibadətlərlə, itaətlərlə artır, eyni zamanda günahlarla, asi olmaqla azalır. Çünki insan bilmir, yəni hansı halda, hansı zaman, necə, nə cür onun imanı artacaq və zəifləyəcək. İnsan bunun dəyərini bilməlidir. İnsan bunu qiymətləndirməlidir.